Vaxt vardı ki, Azərbaycanın dövlət büdcəsi ildən ilə artırdı. Tarixdə ilk dəfə gələn büdcəmiz artmayacaq və bu bizi dərdə salıb. Hamımızı fikir götürür. Amma mən biraz optimist yanaşıram. Niyə görə? Çünki yazıq İlham Əliyev, qəlbini xalqın məhəbbəti ilə dolduran bu şəxs ildən ilə büdcəni qaldırdı. Amma cəmaata xeyri olmadı. Kasıblıq artdı, işsizlik artdı, borc artdı, dolanışıq çətinləşdi. İndi bəlkə o bir ideya kimi qəsdən büdcənin artımını dayandırıb ki, bəlkə xalqımız günə çıxsın. Necə baxırsınız bu ideyaya? Düzdür, bunu fikirləşəndə yadıma bir zamanlar Çeşmə qəzetinin yazdığı lətifə düşdü. Orada deyirlər ki, Aziz Mütəllibovun vaxtında toyuqçuluq təsərrüfatına rəhbərlik edən şəxs gəlir prezidentə deyir ki, bu toyuqlar acından qırılır, neyniyək, yem də yoxdur. Aziz Mütəllibov deyir ki, onun çəmi var, mənim ideyam var. Nə ideyadır? Deyir, get o toyuq saxlanılan yerdə, fermada yaxşı bir kağızın üstünə, nə bilim, nəyinsə üstünə buğda şəkillərini çək, toyuqlar elə bilsin ki, buğdadır, dimdikləyib biraz başını qatsınlar. Deyir, belə yola salır. Bir müddətdən sonra həmin təsərrüfatın müdiri gəlir, yenidən prezidentə deyir ki, cənab prezident, alınmadı o, toyuqların yarısı qırıldı. Deyir, ruhdan düşmə, başqa ideyam var. Ged indi həmin yerə qarıqdalı və yarma şəkillərini çək, məsələ düzələcək. Adam gedir, birazdan gəlir, deyir ki, cənab prezident, alınmadı. Yenə toyuqlar qırıla gedir, acından qırılırlar. Bir çarə var, başqa bir mənim ideyam var. Bu dəfə onun tətbiqə alınacaq. Nədir ideya? Deyir, get bu dəfə indi o çəkdiyin yerlərə toz, yaşıllıq yarat, çəmənlik şəkli çək. Toyuqlar ondan başlarını qata biləcək. Adam gedir, çəkir və gəlir bir müddətdən sonra Aziz Mütəllibovun prezidentin qəbuluna deyir ki, cənab prezident, alınmadı. Toyuqlar hamısı acından qırıldı. Aziz Mütəllibov təəssüflənir, deyir, hey, nə qədər gözəl ideyalarım var idi. Nə qədər gözəl ideyalarım var idi ki, toyuqları həyatda saxlayıb. İndi uzaq olsun, Allah o toyuqların taleyini bizə yaşatmasın. Ümid eləyək ki, İlham Əliyevin büdcəni artırmaması ideyası ilə bizi günə çıxartması həqiqətən baş verəcək.